İzləyicilər, bu gün də sizə yenə DİM 2025 11-ci sinif toplusundan bir sualın izahını vermək istəyirəm. Biraz diqqət tələb edən bir sualdır. Hansı cümlədə fərqləndirmiş sözü digərləri ilə eyni köklü hesab etmək olmaz? Eyni köklü sözünü biz yadımıza salaq. Eyni bir kökdən yaranan düzəltmə sözlərdir. İndi bir-bir bəndlərimizi oxuyaq. Ey həmdəmim, səni qane qərq eylər, gəl tərpətmə yaralanmış könlümü. Baxın, burada yaralanmış sözüdür. Sözün kökü nədir uşaqlar? Yarmaq. B bəndi düşməni möhkəmləndirilmiş müdafiə xəttini yardığım üçün mükafatlandırılmışam. Yardığım sözüdür burada fərqləndirilmiş söz və kökü hansı sözdür? Yarmaq. C bəndi meşənin arası, çal qayalığın ayağı iki yana yarılmışdı. Yarılmış sözü burada fərqləndirilmiş sözdür və kökü yenə yarmaqdır. Yarılmaq. Yarmaqdan yarılmaq düzəlib. Qəhrəman səhərə yaxın daş yolun altındakı qayanın yarığına girib uzandı. Burada da yarığına sözüdür. Yarıq deyəndə də yenə bunun kökü yarmaq feilidir. Və Y bəndinə baxaq. Su axınlarının əmələ gətirdiyi yarğanlar kənd təsərrüfatına böyük ziyan vurur. Burada da söz yarğan sözüdür. Yarğan sözünün kökündə yarmaq feilindən yaranmışdır. İlk baxışda görürük ki, uşaqlar, hər birinin kökü yarmaq feilidir. Amma niyə burada birisi eyni köklü deyil? Çünki bayaq mən qeyd etdim ki, eyni köklü sözlər bir kökdən yarana, eyni bir kökdən yaranan düzəltmə sözlərdir. Və bunlar içərisində B bəndində, baxın uşaqlar, B bəndində yardığım sözü sadə sözdür. Çünki sözün kökü yarmaqdır, dığım isə nə şəkilçisidir? Feil sifət şəkilçisidir. Sadə sözlərdə heç vaxt eyni köklü olmadığı üçün cavabımız oldu B bəndi.